Bu nədir belə? Sabun pişirmək üçün lazım olan şeylərdir. Tapmışam hamısı. Mən sabun pişirməyə fikrində deyiləm. Bəs nəyin fikrindəsin sən? Onun fikrindəsən ki, gözün görə balaları acından öldürəsən? Qulaq as mənə, sən başa düşmürsən axı. Sən başa düşmürsən ki, bu saat bütün dünya aclıq keçirir. Azından yarım milyard uşaq acdır. Hamının vəziyyəti ağırdır. Axı nəyə görə sənin uşaqların o birilərindən yaxşı yaşamadırlar, hə? Özü də cinayətlə qazanılmış bu hesabına. Yarım milyard olmur, olsun nə bilim nə qədər. Mənim nə işime var? Mən istəyim ki, mənim balalarım sağ qalsın. Heç nə olmaz sənin balaları var. Amma böyüyəndə bilsələr ki, onların atası fırıldaqçı olub, utandıqlarından yerə girəcəklər. Amma mən də görsəm ki, onlar da böyüyüb ataları kimi acılacaq, onda da mən girəcəyim yerə. Uşağa çörək lazımdır, başa düşürsən? Mən müəllimlik eləyirəm. Səngər qazıram. Gecələr yatmıram. Hamısını da ona görə eləyirəm ki, məni cəbhəyə aparmasalar da, xalqa, dövlətə bir xeyrim dəysin. Yatanda da bunu düşünürəm. Of, necə bağrıma basardım onu, necə basardım? Kimi? Həmin o tankı ki, səni basıcıydı. Heyf, mənə deyən lazım mıydı? Ay axmaq, niyə qoymadın aparsınlar bunu fronta? Mən sabun pişirməyəcəm.